Getdik. Abbas müəllim, komandanın, valla nağarım, komandanın neçə nəfər oyuncusu blok qurmada iştirak edir? 3 nəfər, maksimum 3. Aha, libero'nun əvəz etməsi meydana sayılır, əvəz etmə olaraq sayılmır. Xeyr, Libero- onda məhdudiyyət yoxdur. Libero 5-dən 4-ə keçdikdən ağarır Abbas müəllim. 5-dən 4-ə Hə, 5-dən 4-ə keçmək vaxt çatdıqdan ağarır libero. Meydandan çıxır da. yer dəyişir, yer dəyişir. Bəli, yer dəyişir. Meydandan çıxır, oyuncular yer dəyişir. Arxa zonada yerləşməyən zona oyuncuları hansılardır? 2, 3, 4. Aha, servis və blok qurmadan başqa bütün vuruşlar hücum vuruşu adlanır, yoxsa müdafiə? Hücum. Aha, servis və blok qurmadan başqa qalan bütün vuruşlar nə adlanırdı? Hücum vuruşu adlanırdı. Aha, sonra servis və blok qurmadan başqa qalan bütün vuruşlar nə adlanırdı? Hücum. Aha, hücum vuruşu adlanırdı. Yaxşı, bizə sual düşdü ki, bir komandanın meydanda neçə nəfər ehtiyat oyuncusu olurdu? 6 oyuncudur. Amma 8 olma ihtimalı da var. Səhv etmirəmsə, beynəlxalq oyunlarda ehtiyat 8-ə qaldırıla bilər. Ayso, beynəlxalq yarışlarda komanda 8-ə neyə bilərdi? Qaldırıla bilərdi. Orada mütləq şəkildə komandanın neçə liberosu olurdu? Qəşəng, libero 2 dənə olurdu. Yaxşı, topa zərbə vurduqdan sonra digər hər hansısa bir oyuncu topa toxunmadan topa toxunma etmə şansınız var? Xeyr. Aha, oyuncu topu rəqib meydanında toxunuş eləməsi səhv sayılır, sayılmır. Rəqib meydanda əgər ayaqlar keçməyibsə, yox. Anam, əllə toxunurlar, töp ayaqla yox. Yox, axı belə bir qayda var idi ki... Onda torun altından toxunmuş olursan, iyi. Hə, Sən- onu deyirəm. sən- sən- Mən onu tuturdum. Yox, sən səhv nəzərdə. O Nadirin söz olmasın. Nadir dedi müəllim, topun üstündən oynayırlar, altından səninki ondan oldu. Hə. Antendən kənarda blok qurma səhv sayılır, sayılmır. Sayılır. Qəşəng. Libero blok qurmaya cəhd etməsi səhv sayılır, sayılmır. Avtomatik səhvdir. Aha, hücum vuruşundan əvvəl rəqib tərəfdə topa toxunmaq səhvdir, səhv deyil. Hücum vuruşundan əvvəl. Əvvəl Səhvdir. vurmaq olur deyə bilirəm. Əvvəl vurmaq olmur. Rəqib hücum vuruşunu elədikdən sonra vura bilərsən, anam. Rəqib sizə... Təkrar edin. Komanda 14 oyuncu beynəlxalq yarışlarda. Bəli. Hə. Siz məsəl üçün hücum vuruşu eləyirsiniz də, doğrudur. Mən də blok quracamsa, siz o topa toxunuş eləyirsiniz, öz hücum zərbəsi vurduqdan sonra mən əlimi sizin zonanıza keçirdə bilərəm. Yox, amma siz topa toxunmadan keçə bilməz. Aha. Bir komanda Abbas müəllim maksimum topa neçə toxunuş eləyir? Komanda 3 dəfə. Aha, komanda topa 3 dəfə. Hansı halda 4 toxunuş qayda pozuntusu olaraq qeydə alınmır anam? Blok